Dərs 15-in izahına baxaq. Küləklər, hava kütlələri və atmosfer cəbhələri. Bilirik ki, atmosfer yerin hava təbəqəsidir. Atmosferdə olan hava daim istiqamətini dəyişə bilir. Sürətinə, gücünə görə bir-birindən fərqlənir. Hava yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır. Bəzi ərazilərdə hava çox qızır, bəzi ərazilərdə isə bu az ola bilir. Yəni hava qeyri-bərabər isinməsi nəticəsində bir yerdən digər yerə istiqamətini dəyişə bilir. Havanın bu formada istiqamətinin dəyişməsi, hərəkəti küləyin yaranmasına səbəb olur. Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə yer dəyişməsidir. Məntəqə arasında temperatur fərqi artdıqda təzyiq fərqi də artır. Temperatur artırsa, artıq təzyiq də artır. Və bu da küləyin sürətinin və gücünün də artmasına səbəb olur. Yer kürəsində ən güclü küləklər Antarktida materikində yaranır. Küləklər bir-birindən gücünə, sürətinə, istiqamətinə və rejiminə görə fərqlənirlər. Küləyin sürəti saniyədə neçə metr və ya saatda neçə kilometr yol qət etməsi ilə ölçülür. Küləyin gücü isə 1 kvadrat metr əraziyə göstərilən təzyiqlə ölçülür. Küləyin istiqamətini Flügger aləti ilə, sürətini anemometrlə ölçürük. Küləyin gücünü 12 ballıq Beaufort şkalası ilə ölçürük. Küləyin sürəti ilə gücü arasında düz mütənasiblik var. Yəni sürətlə güc düz mütənasib şəkildə dəyişir. Külək əsdiyi səmtin istiqamətinə görə adlanır. Şimaldan əsən küləyə şimal küləyi, cənubdan əsən küləyə cənub küləyi deyirik. Küləyin istiqamətini göstərmək üçün külək gülü qrafikini qururuq. Külək gülü qrafiki necə qurulur? Birinci gördüyünüz şəkildə cəhətlər qeyd olunur. Şimal, cənub, qərb, şərq. Və aralıq cəhətlərini qeyd edirik. İkinci gördüyümüz şəkildə bir ay ərzində, yəni 30 gün ərzində külək hansı istiqamətdən əsibsə, o istiqamətə bax bu şəkildə xətlər çəkirik, yəni ştrixlər yazırıq. Ən son isə küləksiz günlərin sayını mərkəzdə qeyd edirik. Və ən son bu gördüyümüz hissələri birləşdiririk. Artıq ən sonuncu ştrixlənmiş hissə, deməli, küləyin adı o ştrixlənmiş hissəyə görə. Yəni, hansı hissə böyükdürsə, küləyin adını ona görə təyin edirik. Şimal hissə böyükdürsə, şimala görə, cənub hissə böyükdürsə, cənuba görə adlandırırıq. Rejiminə görə küləklər sutkalıq, mövsümi və daimi küləklərə bölünür. Sutkalıq küləklər sutka ərzində istiqamətini dəyişir. Buna birizlər, dağ-dərə küləkləri aiddir. Yəni, sutkada 2 dəfə istiqamətini dəyişir, gecə və gündüz. Quru və su səthi müxtəlif istilik tutumuna malikdir. Bilirik ki, su səthi gec qızır, gec soyuyur. Quru səthi isə tez qızır, tez soyuyur. Və quru və su arasında artıq təzyiq fərqi yaranır. Təzyiq fərqi də sutkalıq küləklərin yaranmasına səbəb olur. Bilirik ki, külək yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerini dəyişir. Belə ki, quru səthi gündüzlər dedik ki, tez qızır və burada alçaq təzyiq sahəsi yaranır. Gec qızmış su səthinin üzərində isə yüksək təzyiq formalaşır. Diqqət etsək, gündüzlər quruda alçaq təzyiq, su hövzəsində isə yüksək təzyiq yaranır. Ona görə də gündüzlər su hövzəsindən quruya doğru, yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru külək istiqamətini dəyişir. Deməli, gündüzlər su səthindən quruya doğru, gecələr isə əksinə, qurudan suya doğru əsən küləklər
biriz küləkləri adlanır. Yəni gecə birizi, gündüz birizi. Bir də deyirik, gündüzlər sudan quruya doğru əsir. Bu oldu gündüz birizi. Gecələr isə qurudan suya doğru əsən küləklər. Bu da oldu gecə birizi. Bir də var dağ-dərə küləkləri. Bu da birizlərlə təxminən oxşardır. Çünki bu da sutkalıq küləkdir. Sutka ərzində istiqamətin 2 dəfə dəyişir. Yüksək təzyiqdən alçaq təzyiqə doğru istiqamətlənir. Gündüzlər dağa görə daha gec qızan dərələr üzərindən burada artıq yüksək təzyiq formalaşır. Dağlara nisbətən aşağı hissələrdə yüksək təzyiq formalaşır. Ona görə də külək dağa doğru istiqamətlənir. Gündüzlər dərədən dağa doğru. Gecələr isə əksinə dağdan dərəyə doğru istiqamətini dəyişir. Beləliklə dağ-dərə küləkləri yaranır. Deməli, dağ-dərə küləkləri gündüzlər dərədən dağa doğru. Dərədə yüksək təzyiq olduğu üçün dərədən dağa doğru. Gecələr isə dağdan dərəyə doğru istiqamətini dəyişir. Və var mövsümi küləklər. Sutkalıq küləkləri bildik, birizlər və dağ-dərə küləkləridir. Bir də var mövsümi küləklər. Mövsümi küləklərə musson küləklərə aiddir. Bunun digər adı da elə mövsümdən götürülmüşdür. Musson küləkləri ildə 2 dəfə istiqamətini dəyişir. Yayda və qışda. Musson küləklərinin 2 forması var. Bir tropik mussonlar var. Bu tropiklər arasında yaranır. Bir də tropikdən kənar mussonlar var. Artıq tropikdən kənarda yaranır. Avrasiya və Şimali Amerikanın şərq hissələrində yaranır. Bilirik ki, quru və su arasında dedik, təzyiq fərqi mövcud olduqda bu həm birizlərin, həm mussonların yaranmasına səbəb olur. Sutka ərzində birizlərin, bir il ərzində isə mussonların yaranmasına səbəb olur. Yayda quru tez qızır. Burada da ona görə alçaq təzyiq yaranır. Və nəticədə hava okeandan quruya doğru yönəlir. Okeanda yüksək təzyiq olur deyə, okeandan quruya doğru, yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru yönəlir. Bir də deyirik, yay ərzində külək, mussonlar okeandan quruya doğru yönəlir. Bu yay mussonu adlanır. Qışda isə əksinə. Quru sahəsi tez soyuyur. Buna görə də burada yüksək təzyiq yaranır. Su sahəsində isə alçaq təzyiq yaranır. Bu halda artıq hava axınlarının istiqaməti materikdən okeana doğru yönəlir. Bu da qış mussonu adlanır. Əgər materikdən okeana doğru yönəlirsə, bu artıq qış mussonudur. Okeandan materikə doğru yönəlirsə, bu yay mussonudur. İl ərzində şimal və cənub yarımkürəsi qeyri-bərabər qızır. Buna görə də yayda ekvatorial, qışda tropik hava kütlələrinin təsiri altında tropik mussonlar formalaşır. Demişdik, mussonların 2 növü var. Tropik və tropikdən kənar. Tropikdən kənarı qeyd elədik. İndi tropik mussonlara baxaq. Tropik mussonlar Cənub və Cənub-Şərqi Asiyada daha çox özünü göstərir. Tropik mussonlar yayda ekvatorial, qışda isə tropik hava kütlələrinin təsiri altında formalaşır. Bir də baxırıq daimi küləklərə. Daimi küləklər də eyni zamanda yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Daimi küləklərə passat, qərb küləkləri və qütb küləklərini misal göstərə bilərik. Şimal yarımkürəsində bu küləklər sağa meylidir. Cənub yarımkürəsində isə sola meylidir. Bu da Koriolis qüvvəsinin təsiri ilə formalaşır. Ekvatordan uzaqlaşdıqca küləklərin meyl etməsi də artır.
Küləklərin qrafikinə diqqət yetirsək, 0 dərəcədə alçaq təzyiq sahəsidir. Çünki biz dedik, külək yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Fikir versəniz, sıfıra doğru, yəni ekvatora doğru əsir küləklər. Ekvatordan digər səmtə əsmir. Çünki ekvatorda alçaq təzyiqdir. Alçaq təzyiqdən yüksək təzyiqə doğru külək əsə bilmir. Yüksəkdən alçağa doğru əsir. Tropiklərdə, yəni təxminən 30 dərəcədə artıq yüksək təzyiq formalaşır. Ona görə də 30 dərəcədən külək digər ərazilərə əsə bilir. 60 dərəcədə yenə alçaq təzyiqdir. 90 dərəcədə artıq yüksək təzyiqdir. Şəklə diqqətlə baxsaq, Passat küləkləri, Cənub Passat, Şimal Passat küləkləri 30 dərəcədən 0 dərəcəyə doğru yönəlir. Baxın, burada Cənub Passatdır, burada Şimal Passatdır və küləyin istiqamətinə mütləq fikir verməliyik. Şimal Passat şimal şərqdən cənub qərbə doğru yönəlir. Cənub Passat cənub şərqdən şimal qərbə doğru yönəlir. Sonra baxırıq qərb küləkləri. Şimalda və cənubda qərb küləkləri. 30 dərəcədən artıq 60 dərəcəyə doğru yönəlir. Baxırıq şimal hissədə qərb küləklərinə. Görürsünüz 30 dərəcədən 60 dərəcəyə doğru yönəlir. Cənubda da eyni qaydada 30 dərəcədən 60-a doğru yönəlir. Sonra şimalda şimal-şərq küləkləri, cənubda cənub-şərq küləkləri. Bunlar artıq 90 dərəcədən 60-a doğru yönəlir. Həm şimalda, həm cənubda. Çünki 90-da yüksək təzyiqdir, 60-da alçaq təzyiqdir. Və oxlara hərəkət istiqamətlərinə fikir verməyimiz mütləqdir. Bundan başqa yer səthində istilik və təzyiqin qeyri-bərabər paylanmasından nəhəng atmosfer burulğanları, siklon və antisiklonlar əmələ gəlir. Siklonlar nələrdir? Atmosferin qapalı alçaq təzyiq sahəsində yaranır. Hava kənarda yüksək olur, daxildə isə alçaq təzyiq formalaşır və yüksəkdən alçağa doğru, yəni kənardan mərkəzə doğru əsir. Burada şəklə diqqət yetiririk, siklonun şəklini verir. Oxda görürsünüz, kənardan mərkəzə doğru, yəni kənarda yüksək təzyiqdir, mərkəzdə alçaq təzyiqdir. Kənardan mərkəzə doğru istiqamətlənir. Siklonun hərəkət istiqaməti fərqlidir. Siklonun şimal yarımkürəsində saat əqrəbinin istiqamətinin əksinə, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Burada baxırıq saat əqrəbinin əksinə. Artıq oxlara diqqət yetirsək, saat əqrəbinin əksinədir. Bu deməli şimaldadır. Siklon cənubda isə saat əqrəbi istiqamətində. Baxın, artıq əqrəb istiqamətində hərəkət edir. Siklonlar həm mülayim enliklərdə, həm də tropik enliklərdə yaranır. Mülayim enlikdə yaranmış siklon tropik siklonlara nisbətən daha kiçik ərazini əhatə etsə də, gücü və sürəti daha böyük olur. Mülayim enliklərin siklonlarının gücü və sürəti daha çoxdur. Tropik siklonlar isə tropik hava kütləsinin yayda ekvatordan ən çox uzaqlaşdığı hissədə baş verir. Tropik siklonlar dənizlərdə güclü dalğanın yaranmasına səbəb olur. Yəni bu, dünyanın fərqli regionlarında, fərqli ad altında güclü dağıntılar yaradan küləklərdir. Belə başa düşürük. ABŞ-da tornado, Cənub-Şərqi Asiyada tayfun, Şimali Amerikada qasırğa, Filippində Bagyo, Avstraliyada Vili-Vili kimi müxtəlif adlarda tanınır. Yəni bunlar dağıdıcı qüvvəyə malik olan küləklərdir.
Siklonların yarandığı ərazilərdə tornadolar yaranır. Buna simets də deyirik. Tornado havanın güclü qızması zamanı yuxarı qalxan havanın nəticəsində burada topa buludlar yaranır və bu hissədə burulğanlar baş verir. Bu da adətən ABŞ-ın cənubunda əmələ gəlir. Antisiklon isə siklondan fərqlidir. Bu, aydın və yağmursuz havanın əmələ gəlməsinə səbəb olur. Antisiklonda mərkəzdə atmosfer təzyiqi yüksəkdir, kənarda isə mərkəzdən nisbətən atmosfer təzyiqi aşağıdır. Ona görə də yüksək təzyiqdən alçaq təzyiqə doğru istiqamətini dəyişir, yəni mərkəzdən kənara doğru. Siklon şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Deməli, siklon şimalda saat əqrəbinin əksinə, antisiklon şimalda saat əqrəbi istiqamətində. Siklon cənubda saat əqrəbi istiqamətində, antisiklonda isə saatın əksinə doğru hərəkət edir. Antisiklonun mərkəzində sakit hava olur. Ona görə də bunu şəlakət, yəni sakit səssiz hava kimi adlandırırlar. Antisiklonlar şimal-şərqi Sibirdə, Antarktida üzərində, qışda da materiklərin mülayim enliklərində əmələ gələ bilir. Digər bir külək də föhn küləkləridir. Föhn küləkləri dağlıq ərazilərdə baş verir. Föhn küləkləri isti və quru küləklərdir. Belə ki, hava dağın zirvəsinə doğru hərəkət edir və zirvəyə doğru hərəkət edəndə artıq soyuyur, müəyyən hündürlükdə də kondensasiyaya məruz qalır. Hava kütləsi dağın yamacından artıq aşağı doğru hərəkəti burada temperaturun artmasına, isti və quru havanın yaranmasına səbəb olur. Meteoroloji hadisələrdən biri də toz burulğanlarıdır. Toz burulğanları adətən səhra və yarımsəhra zonasında yaranır. Toz burulğanlığı həm də havanın rütubəti az, temperaturu çox olan yerdə, yəni səhra bölgəsində yaranır. Toz burulğanına Şimali Afrikada Səmum Xəmsin, Ərəbistanda Həbib kimi adlandırılır. Bundan başqa bir çox ərazilərdə fərqli küləklər də vardır ki, bunu da öz dillərində özünə məxsus xüsusiyyətlərinə görə fərqləndirirlər. Şimali Qafqazda Bora küləyi var, İtaliyada Sireko var, Baykal ətrafında sarma var, Fransada Mistral kimi küləklər mövcuddur. Hava kütlələri və atmosfer cəbhələri. Hava kütləsi nədir? Eyni fiziki coğrafi xüsusiyyətə malik olan və atmosferin ümumi sirkulyasiyasında iştirak edən böyük həcmli hissə hava kütləsi adlanır. Hava kütləsinin 4 tipi var. Diqqət etsək, ekvatorial, tropik, mülayim və arktik hava kütlələri. Tropik də hər iki yarımkürədə, mülayim arktik. Bunlar hamısı hər iki yarımkürədədir. Amma şimalda arktik, cənubda isə Antarktik hava kütləsi adlandırırıq. Küləklər və hava kütləsinin yayılması xüsusiyyətlərinə də diqqət edirik. Ekvatorial hava kütləsi. Ekvatorial hava kütləsi ekvatorial enliklərə təsir edir. Bol yağıntı və temperaturun yüksək olmasına səbəb olur. Yağıntının çox düşməsinin səbəbi burada qalxan havanın təsiri ilə əlaqədardır. Qalxan hava tədricən yuxarı hissələrdə soyuyur, kondensasiya olunur və bulud əmələ gəlir. Bunun nəticəsində də il boyu yağıntılar yağır. Ekvatorial hava kütləsi il boyu ekvatorial iqlimə, yayda həm də subekvatorial iqlim qurşağına təsir göstərir. Respublikamızda ekvatorial hava kütləsi yoxdur. Tropik hava kütləsi şimalda və cənubda tropiklər ətrafında formalaşır. Burada da temperatur yüksəkdir, amma hava qurudur. Çünki burada havanın enən hərəkəti baş verir. Ona görə də yağıntı az düşür. Tropik hava kütləsinin amma iki növü var. Dəniz və kontinental. Dəniz tropik, kontinental tropik deyirik.
Dəniz tropikinin digər adına rütubətli tropik də deyə bilərik. Dəniz tropiklər adətən okean səthi üzərində formalaşır. Burada həm yüksək rütubəti olur, həm də temperaturu yüksək olur. Kontinental tropik isə quru səthi üzərində formalaşır. Burada temperatur yüksək olsa da hava quru olur. Adətən səhralar kontinental tropik kütləsinin təsiri ilə yaranır. Mülayim hava kütləsi 50-60 dərəcə şimal və cənub enlikləri əhatə edir. Yəni mülayim enliklər ətrafında yaranır. Bu mülayim hava kütləsi də qalxan havadır. Qalxan hava olduğu üçün burada da yağıntı vermə ehtimalı çox olur. Mülayim hava kütləsinin də dəniz və kontinental formaları mövcuddur. Mülayim dəniz hava kütləsi də okean üzərində yaranır. Qışda temperaturun yumuşalmasına, duman əmələ gəlməsinə, yağış yağmasına səbəb olur. Mülayim kontinental isə quru üzərində formalaşır. Qışda soyuq şaxtalı hava yaradır. Yayda isə quru havanın yaranmasına səbəb olur. Azərbaycanda da həm mülayim dəniz, həm də mülayim kontinental kütlələr təsir göstərir. Arktika hava kütləsi Şimal Buzlu Okeanı sahilində yaranır. İl boyu temperatur aşağıdır, rütubət aşağıdır və yüksək təzyiq var. Bu da kontinental arktik və dəniz arktik forması var, yəni iki tipi var. Kontinental arktik hava kütləsi Arktikanın buz səthi üzərində və qışda şimal materiklərinin şimal hissəsində, yəni Şimali Amerikanın şimalında, Avrasiyanın şimalında kontinental arktik formalaşır. Temperatur az olur, rütubətli az olur. Dəniz arktik isə Şimal Buzlu Okeanın buzlardan azad olan hissəsində yaranır. Kontinentala nisbətən burada rütubət çox olur. Azərbaycan ərazisinə də qış aylarında dəniz və kontinental arktik hava kütlələri təsir göstərə bilir. Antarktida hava kütləsi bu cənubda Antarktida materik üzərində formalaşır. Bu hava kütləsində həm soyuq və quru olması və güclü küləklərin olması əsas xüsusiyyətlərindəndir. Burada yalnız kontinental tipi mövcuddur. Yəni artıq dəniz Antarktik tipi mövcud deyil. Kontinental Antarktik tipi mövcuddur. Hava kütlələrinin, gördüyümüz hava kütlələrinin sərhəddində atmosfer cəbhələri yaranır. Atmosfer cəbhələri arktik, antarktik, mülayim və tropik cəbhələrə bölünür. Atmosfer cəbhələri isti və soyuq olmaqla iki yerə bölünür. Soyuq atmosfer cəbhəsi nədir? Soyuq hava isti havanı sıxışdırır və geri çəkilir. Yəni soyuq hava aktiv olur, isti hava isə geri çəkilir. Bu zaman soyuq atmosfer cəbhəsi yaranır və hava soyuyur, təzyiq artır, güclü küləklər əsir, nəticədə də güclü yağışlar yağır. Soyuq hava cəbhəsinin buludları, laylı yağış buludları, yüksək laylı, laylı topa, topa yağış və yüksək topa buludlarıdır. Bu da cərgə ilə əzbər bilinməlidir. İsti atmosfer cəbhəsi isə yüngül, isti və rütubətli havanın soyuq hava ilə toqquşaraq soyuq havanı geri çəkilməyə məruz qoyması ilə başlayır. Yəni bu zaman isti atmosfer cəbhəsi yaranır. Burada yağıntılar düşür, duman əmələ gəlir, temperatur nisbətən artır, atmosfer təzyiqi azalır. İsti atmosfer cəbhəsində yaranan buludlar laylı yağış, yüksək laylı, lələkvari laylı və lələkvari buludlardır.